Xəbər verdiyimiz kimi Maliyyə naziri Sahil Babayev dövlət qurumlarında yoxlamalar aparacaq. Belə ki, qurumun tabeliyində olan dövlət müəssisələrinin monitorinq agentliyi bu ilin aprelindən etibarən büdcə layihələri, maliyyə hesabatları üzrə təhlillərə başlayacaq. Müvafiq qərara əsasən qurumlar təsdiqlənmiş formalar üzrə aylıq, rüblük və illik məlumatları təqdim etməli, nəticələr barədə isə rübdə bir dəfə dövlət başçısına hesabat veriləcək. Bu addım dövlət büdcəsinin səmərəli xərclənməsinə, yeyintilərin qarşısının alınmasına necə təsir göstərəcək? Qlobal İnfoza danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, həmin qərar büdcənin səmərəli xərclənməsi üçün vacib addımdır. Stat: Yoxlamalar vasitəsilə büdcə vəsaitlərinin düzgün istifadəsi izlənəcək, lazımsız xərclərin və yeyintilərin qarşısı alınacaq. Bu həm dövlət maliyyə resurslarının daha məqsədyönlü istifadəsinə, həm də ictimai etimadın artmasına gətirib çıxara bilər. Eyni zamanda qurumlarda şəffaflıq və məsuliyyətlilik artdıqca korrupsiya riski azalır. O cümlədən vəsaitlər sosial və iqtisadi layihələrə daha effektiv yönəldilə bilər. Statın sonu. İqtisadçı Elçin Rəşidov isə bildirib ki, dövlət müəssisələrinin monitorinq agentliyinin müstəqil qurum kimi yaradılması daha məqsədə uyğun olardı. Stat: Çünki belə bir agentlik Maliyyə Nazirliyinin fəaliyyətinə də nəzarət etməlidir. Prosesdə iştirak edən qurumun eyni zamanda həmin prosesə nəzarət etməsi maraqların konfliktinə səbəb olur və obyektivliyi şübhə altına alır. Bu baxımdan agentlik Maliyyə Nazirliyindən, eləcə də konkret icra vəzifəli şəxslərdən asılı olmamalıdır. Uzun illər bu funksiyanı Hesablama Palatası həyata keçirib, lakin problem ondadır ki, Hesablama Palatasının hesabatları çox vaxt nəticəsiz qalır. Statın sonu. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.